Gəncə şəhərində yas mərasimində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı prokurorluqda araşdırmalara başlanılıb. Gəncə Xəbər az bildirir ki, 12 iyul tarixində Gəncə şəhərində yas mərasimində iştirak etmiş Rüstəmova Nuriyə Daşdəmir qızı Əliyeva, Bənövşə Fəxrəddin qızı, İsmailova Mahirə Mayıl qızı, Teymurlu Amin Həzioğlu, Hüseynova Sevil Sərdar qızı, həmçinin azyaşlılar 2015-ci il təvəllüdlü Hüseynova Zeynəb Azər qızı, 2017-ci il təvəllüdlü Məmmədov İbrahim Raufoğlu və 2020-ci il təvəllüdlü İsayev Uğur Anaroğlunun zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Məlumata görə hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir. Qeyd edək ki, hadisə iyulun 12-sində Gəncə şəhərində keçirilən yas mərasimində baş verib. İlkin məlumata əsasən mərasimdə iştirak edən bir neçə nəfər qəbul etdikləri qidadan sonra özlərini pis hiss edərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma davam etdirilir.